Salam, mətbəximə xoş gəlmisiniz. Bugün yaz və yay fəslinin ən çox sevilən yeməklərindən birini hazırladım və istədim sizlərlə də paylaşım. Lazım olan ərzaqlar kartof, badımcan, bibər, pomidor, qoyun və mal ətinin qarışığı çəkilmiş ətdir, yağ, duz, istiot və sarı kök. Əvvəlcə kartofdan başlayıram. Kartofu iki yerə bölüb qalın doğrayıram. Nazik doğramıram ki, bişən zaman əzilməsin. Bu cür qalın doğradıqdan sonra sarı kök və duz vurub qarışdırıram. Tavaya duru yağ əlavə edirəm. Mən quyruq yağından istifadə edəcəyim. Siz ərimiş yağdan da istifadə edə bilərsiniz. Əvvəlcə tərəvəzləri qızardacağım. Birinci kartofu, daha sonra isə badımcanı. Kartofu yenə də qeyd edirəm, nazik doğramayın ki, bişən zaman əzilməsin. Badımcanı ümumiyyətlə mən nə duzlu suda saxlayıram, nə də duzlayıram. Nə vaxt ki, badımcan bişirəcəyəm və ya qızardacağam, o zaman badımcanı yudum, qabığını soydum, dilimlədim və qızardıram. Heç vaxt onu nə duzlu suda saxlayıram, nə də duz vururam. Bişəndən sonra badımcana duz vururam. Mənə elə gəlir ki, badımcanı duzlu suda saxlayanda və yaxud da duzlayanda badımcan acı olur. İllərdir ki, bu üsuldan istifadə edirəm. Kartof qızardı. Kartofları yığırıq bir qaba. Həmin yağda badımcanları qızardıram. Badımcanlar qızarsın, keçək ətə. Ət qoyun ətinin, mal ətinin qarışığıdır. Bura bir dilim çörəyin içini suda ıslatmışam. Çörəyin suyunu sıxmıram, həmin su çörəyin canında qalır. Ümumiyyətlə mən kotlet hazırlayan zaman həmişə ətə 2 xörək qaşığı su əlavə edirəm. Onda kotlet yumuşaq olur. Qeyd edeyim ki, ədviyyatlardan duz, istiot və bir cimdik darçın əlavə etmişəm. Kotletləri tuturam. Adətən kotletləri çox nazik bişirirəm. Sadəcə bu yeməkdə kotleti çox nazik etmək olmaz. Artıq badımcanlar da qızardı. Badımcanları da tavadan götürüb həmin yağda kotletləri qızardacağım. Bibərlər də kotletlə bir yerdə qızaracaq. Tavaya biraz yağ əlavə edirəm. Çox olmaz, çünki tərkibində badımcanın da, kartofun da tərkibində artıq yağ var. Onlar birazdan bişən zaman bütün yağı salacaq. Həmin tavaya elə kotletləri düzürəm və arxasınca isə doğradığım bibərləri qızardacağım. Qeyd edeyim ki, kotletləri tutub əlimizin altında qoymalıyıq. Əgər əvvəlcədən tutmasaq, bir-bir sonra kotleti tutub yağa əlavə etsək, onda həm yağ yanmış olur, həm də kotletin biri qızarır, biri qızarmır. Ona görə hamı eyni qayda ilə bir vaxtda tavaya düzülməlidir. Qazın sürətini də çox artırmaq olmaz, orta ateşdə bişməlidir. Çox olarsa yağ yanır, kotletlər yanır. Kotletlər biraz özünü tutandan sonra onları çevirəcəyim. Bibərləri də təmizləyib, halqa formasında doğrayıb, kotletin yanında qızardıram. Axırda isə pomidorları doğrayıb yeməyimizin üzərinə düzürəm.
Kotletlər qızardı, qazın sürətini azaltdım. Əvvəlcə kartofları düzürəm. Badımcanları da düzüb üzərinə duz səpirəm. Axırda isə dilimlədiyim pomidorları düzüb, onun da üzərindən duz, istiot və sarıkök səpirəm. Əlbəttə, duz zövqə görə səpilməlidir. Qeyd edeyim ki, kartofla kotletin tərkibində duz var idi. Burada duzsuz olan sadəcə badımcan və pomidor idi. Qabda yağ var. Həmin yağın üzərinə 3 xörək qaşığı təxmini su əlavə edib, qarışdırıb tökürəm tavamıza. Qabağını örtürəm. 15 dəqiqədən sonra açıram və görürəm ki, artıq vamxodda yeməyimiz hazır olub və suyun çəkib. Suyu ona görə əlavə edirəm ki, bildiyimiz kimi tərəvəzlər qızarmışdı, amma tam bişməmişdi. Su ona görə əlavə edilir ki, vamxodda qalan bütün ərzaqlar da bişsin. Artıq yeməyimiz hazırdır. İllərdir ki, mən bu yeməyi hazırlayıram və çox sevilir bizim evdə. Baxın, tərəvəzləri necə gözəl qalıb, əzilməyib, bişib. Heç bir tərəvəz dağılmayıb, əzilməyib. Kotlet də çox gözəl, yumuşaq pambıq kimidir. Ümid edirəm ki, hazırladığım yeməyi sizlər də bəyənəcəksiniz. Kanalıma abunə olmağı və like etməyi unutmayın. Sizlər də bişirin. Süfrələriniz ruhlu, bərəkətli olsun. Sağ olun, sağlıqla qalın.